Axşamınız xeyir olsun, əziz və hörmətli izləyicilər. Hər birinizi salamlayıram. Gözəl qardaşlar, vaxt itirmədən ikinci video çəkilişimizin çəkilişinə başlayırıq. Bugünkü çəkilişimizdə də 9 ailəyə bizim inşallah böyük ailəmizin xeyriyyəçi insanlarının maddi dəstəyi ilə bayram sovqatları çatdırılacaq. Belə ki, 2 ailə üçün, yəni hər birinə 110 manat dəyərində ərzaq paketi Kəhli anamın və Cəsarət qardaşımın ailəsinə Səbinə bacımız pul göndərib. Bacı ümumilikdə 12.000 rubl pul göndəribdi. Biz də bu pulu deməli manata çevirmişik. Yəni rublun kursu dünənki kurs 18-30 ilə götürmüşük. Bugünkü kursdan xəbərim yoxdur. Bəlkə qalxıb, bəlkə yeni bilmirəm. Yəni həmən pulu hesablamışıq, bölmüşük 2 ailəyə, yəni 2 yerə daha doğrusu. Hər biri 110 manatın dəyərində ərzaq paketi. Digər 7 paketimiz isə 18.000 rubl. Qubalı qardaşımız göndəribdi. Qardaşımız da göndərdiyi pulu bölmüşük 7 ailəyə, yəni hər birinə 45 manat. Bəlkə də siz də rublu hesablayıb görürsünüz, görürsünüz ki, yox, pulun hamısı ərzağa istifadə olunmur. Orada 5-6 və yaxud 10 manat pul qalır. O pulda yanacağa tökülür, əziz dostlar. Yəni standart salmaq olmur. Misal üçün, o nöqteyi nəzərdən yerdə qalan pul yanacağa verilir. Onsuz da pulu göndərən kəslər bildirir, həmişə bildirir ki, yəni benzin pulu da oradan 5 manat, 3 manat nədirsə götürür. Deməli, hörmətli izləyicilər, niyə anam Kəhli ilə Cəsarət qardaşın ailəsinə hər birinə 110 manatlıq ərzaq paketi veririk, başqa məhsul qoymamışıq. Deməli, ət həmişə aldığımız yerdə ət yoxdur. Səbəb kimi bayramla bağlı qəssablarımız riskə getməyib, heyvan kəsməyib. Səbəb odur ki, yəni satılmaya bilər. Digər yerlərdən də, yəni sözün açığını, ürəyimə yatan ət olmadı. Dünəndən qalma köhnə ət idi, havada istidir, ətdən tam gəlirdi deyə almadım. Fikirləşdim ki, hardasa məşəyi bəlli olmayan ət alınca elə ərzaq alıb daha gözəl şəkildə təqdim etmək olar. Gözəl izləyicilər, bax gördüyünüz bu 4 dənə paket. Yəni bunun ikisi bir nəzərdə tutulur. Buradakı paketdə məsəl üçün yarım kiloqramlıq çay qeyd olunur. 2 litrlik yağ. Yəni bax bir paketin biri 55 manatın dəyərindədir. Məqsəd bax burada böyük məhsulların qoyulmasıdır. Məsəl üçün o biri paketlərə şokolad qoyulmur, buna qoyulur. 2 kiloqramlıq un qoyulur və s. Pesok, qəm 2 kiloqram, 2 kiloqram. Yəni 110 manatı ancaq və ancaq ərzaq məhsullarına ibarətdir. Yerdə qalan 7 paketimizdə gəlin Ramin qardaşımız yaxından çəksin. Bax, həmişə kimi aş düyüsündən tutmuş xurmasına qədər, şabalatına qədər, deməli əriyi, alsası, kişmişi və s. Hər biri olmaqla bir paketimiz 45 manatdan ibarətdir. Qubalı qardaşımızın maddi dəstəyi ilədir. Videomuzu sona qədər izləyin, öz fikirlərinizi bizdən bölüşün və like verməyi unutmayın. Geriyə git, qardaş, geridən git, nə bacarsan geri git. Hə, deməli, başlayaq birinci. Deməli, bugün çəkilişimi hələlik olaraq Rəvan balamı çəkir. İkinci çəkilişin çəkilməsi nəzərdə tutulmurdu. Bugün bir məsələ ilə bağlı müəyyən bir işim oldu. Yəni fikirləşirdim ki, yəqin işim çox olacaq, çatdıra bilməyəcəm. Amma baxdım ki, düzdür, saat vaxtım azdır. Amma gecə də olsa, alo, hə, əla, hə. Yes. Hə, ona baxmayaraq, gecəyə də düşsə, bax bu paylarımızı çatdıraq ki, sabahda yardımlarımızı çatdıra bilək.
Allah səni sağ eləsin. Öpürəm. Allah sağ dəyməz. Öpürəm. Allah sənə əmin. Öpürəm, öpürəm. Qeyrətli oğlanların hamısını öpürəm. Yaxşı qiymət verən oğlanların hamısını öpürəm. Məsafəni öpürəm. Uşaqlar hamısını söküb qalmışsın. Tamam. Hörmətli izləyicilər, artıq yardımlarımızı pay etməyə başlamışıq. İlk ünvan burada kirada yaşayan, deməli adı nədir gözəl balam? Səma. Səma balamızın ailəsi üçün. Anan hardaydı? Aptekə gedirdi, nənəmə dərman almağa. Hə, Allah şəfa versin. Deməli evlərində 2 xəstə övladı var. Allah hər ikisinə şəfa versin. Gözəl balam, 45 manatlıq ərzaq paketi gətirmişəm. Çox sağ olun. Qubalı əmin göndərib pulu. Çox sağ olsun, cibi dolu olsun. Sağ ol qadınım, Allah köməyiniz olsun. Bu küçüyə yardım gətirmişəm, əziz dostlar. Küçüyə girməyə maşından ehtiyat edirəm. Maşın batada bilər. Üstəkərək mən buradan nətə çıxa bilərəm. Ona görə də biraz kənarda. Çağır gəlsin nənəni, qadan alım. Gəlim. Hayır, gəlsin. Hə, burada da bir ehtiyacı olan nənə var. 3 gündür dayanmadan yazır. Rəng eləyir. Axır ki gəlir. Həmən ünvana satmışam. İsti su qəsəbəsi. İsti su. Hə, Bibican. Başına dönüm. Bir dənə deyirəm balam, mən səni öpəcəm, gömrük. Deylə, qadan Allah. Qadan görüm. Nə olar, onu götdə mənim əlim götürərsən. kamera imkan vermir. Necəsiniz qadan alım? Adım nədir aynənə? Allah deyməsin, sizə Zəhra. Zəhra ana. Hə, Allah sizə ömür versin. Çox sağ ol. Kaş yardıma verdiyimiz hər bir kəs, hər bir ana belə xoş təbəssümlə Sağ ol. bizi qarşılasın. Allah sizə dəyməsin. Bizə burada. Allah sizi borçlu sahibi ən gözəl aylarda hamınızı sevindirsin. Amin. Sən ki mənim nəvələrimi sevindirdin, əziz gündə təbrik elədin. Çox sağ ol, çox var ol, Çox sizə sağ ol. dəyməsin. Allah ömür versin. Deməli, anam, Çox sağ ol. Qubalı qardaşımızın maddi köməyidir, dəstəyidir. 45 manatlıq ərzaq paketidir. Şirin ağzından inşallah dadasınız. Çox sağ ol, Allah sizə dəyməsin. Təşəkkür. Həmişə bizi yada salın. Başla anam, valla salacağım. Yadıma düşdükcə salacağım. Yada salın, Allah var eləsin, Allah belə dəyməsin, Sağ ol. min belə başınızdan. Amin ana, amin. Ailənlə, uşağına belə can Sağ ol, sağlığı, kör babam, xoşluğu, var olasın. hamınızla bir yerdə təbrik Təşəkkür, edirəm. təşəkkür. Buyur, zəhmət olmasa. Apara bilərsən anam. Hə, qadanam, oğuldan. Çox sağ ol, çox var olayım. Elə əziz gündə ki, bu uşaqları sevindirdim, baş kəsib qadına. Allah sizə dəyməsin. Həmişə yada salın mənim nəvələrimi, özümü, Adın bir də belə? Zəhradan. Zəhra ana, mütləq salacağım. Vallahi deyirəm, söz verirəm. Qadabalın hə, mağa gəlsin. Estağfurullah, Hə, estağfurullah. Evşən müəllim, hə. Oldu qadanam, oldu. Hə, çox sağ ol, Sağ ol. çox var ol. Sağ ol. Allah şəfasını versin. Özümdə tək yaşayıram, onlara baxıram. Xəstən oğlumdur, qızımdır. Var. Deyirəm, kimdir xəstə ana? Xəstə gəlinimdir. Allah şəfasını versin. Elə bir qapdadır. Allah şəfasını versin. Anam 45 manatlıq ərzaq paketidir. Qoy bu da bizdən o xəstə bacımıza, onun balalarına bir kömək olsun. Sağ ol. Qubalı Allah qardaşım kömək- pulu ilə alıb gətirmişik anam. Qubalı qardaşımızın. Çox sağ olun. Allah köməyiniz olsun. Allah min qat əvəzini versin. Bayram günü siz belə hörmət edirsiniz bizə. Allah da hə, o eləyənlərin min qat vuracasını versin. Amin. Amin.
Buyur anam, zəhmət Götürəm. olmasın. Apara biləcək anamız. Aparacaq evlər. Apararam, yaxındır. Hə, bu aradan keçir. Çay Oldu qadın. verirlər. Bayram hədiyyəsidir, oruçluq Hə, hədiyyəsidir. sağ ol. Elə Allah belə dəyməsin bu müəllimə. Belə başından tüysün. Sağ olun. Şirin ağzından dadasız. Müəllim, Hay bircə can. kəlmə canım deyib bala. Elə bir ki yardımınızı nəyim qızım boşanıb xəstəsi var ona verəsiz. Hardadır? O da deyə burada qonaq gəlibdi. İndi onda gələn dəfə anam. Hə, gələn səfərdə ona verərik. Olar qadına. Gözlərim mən belə xalan. Estağfurullah, öyle deme anam. Hə. Gələn səfərdə bax qızınıza verəcəm, söz verirəm qadına. Allah qorusun, Allah qorusun. Yəni hər şeydə yad edin bizi. Baş- Allah başınızdan baş- qoysun. Allah belə sizə kim Sağ oğlanlara ol, sağ ol dəyməsin. qadına. Sağ ol. Belə kim ki kimə kömək durur ona Amin, dəyməsin. amin. Deyib bu qadınla başsızdır. Hansı Bilmək qadın? istəyirsən deyib bunu. Heç kimi yoxdur. Deyir, bu da burada evdə tək qalır iməli. Deyir burada. Bir beşi özünkidir. Özününkidir, yəni. Qoy ana, gələn dəfə araşdırarıq sonra qadından. Araşdırma eləyək sonra. Yoldaşı itirib o da, Hə, tək ola ki, qalır. qohum məqrəbəsi narazılıq eləyək, çəkilsə. Yox, eləməz, elə deyil. Tək qalan qadındır bax. Hə. Bax keçirə bilərik. Hə, niyə keçmir? Yox, Hə, qəbər deyim, yəni Allah əvəzini versin. Yaxşı, qoy görək şimdi. Ana da bizə bir gün kömək eləyib yardımları faydalanmasında. Ay Bəniz. Ay Bəniz. Qoy mənim çağırım. Ay Bəniz. Cəbra, gəl sağ yardım gətirmişəm, kömək eləyirlər. Bir köməklə hə. Oğlu, qızı yoxdur anamızın. Var, hamısı köçü uçur, təkcə qalır da evdə yəni. Bəlkə ki, oğlanları çəkil. Yox, elə qadın deyil, müəllim. Yox, hadi qohum məqrəbəsi narazılıq eləməz. çəkiləcək ki. YouTube'a anam, YouTube'a. Ay, yox, heç zad olmaz. Yox, olar ki, Yox, oğlum uzaqdadır. Ay, uzaq. baxırdan uzaq baxır bahar narazılıq eləməzsə Orada nə deyir. olacaqdı ki? Heç nə. Yəni anam, məsuliyyəti sizin boynunuzadır. Məndən demə. Heç nə eləyin. Bibi dedim, dedi Çox başsız sağ ol, qadını Allah tək köməyi yaşayır. Az Allah haqqı 100 dəfə alqış eləmişəm. Hə, Allah Allah ömrünüzü dəyməsin uzun eləsin. belələrini. Balalarının ailəsinə bu əziz günə istəmişəm. Başından töysün ey bala sən. Elə sən ki bu əziz gündə hamını sevindirdin. Allah Allah da sizi sevindirsin sevindirsin ey hə. Adın nədir anam? Aybəniz. Hə, zəhmət olmasa anam, gəlin Gəl bura paket çəkil. verək sizə də. Zeynəb bibini, Zeynəb oldandır. Zəhra anamız ürəklə dedi, ürəklə dedi. köməyiniz olsun İstəmədim sözün yerə salam. Yox, hə, qadan alaram. Əsl yaxşı qonşu belə olar da. Hə, müəllim. Yox, bu da tək qalır yəni. Sevda, azma. Ehtiyac var ki, Ana, halar xoşunuz olsun. Kimin ehtiyacı varsa, köməyin olsun, başından töysün. bir dəqiqə. Bir paketinizə bax, gör çay düşmür. Quru çay. Paketine bax, gör. Olar, oradan düşüb bəlkə də. Gör, quru çay var orada. Yox, müəllim. Hə, ala qadın. Ay sağ ol. Hə, açıq deyib bağlamaq olmur. Allah başınızdan töysün. Bağlayanda da götürmək olmur. Əlinize göre versin. Sen onu nə düşür görürük də anam. Bu ya Allah'ın adı. Buyur. Ay ben özün Çok sağ ol, Allah razı olsun. Allah bereketinizi artırsın. Ana, Kubalı qardaşımıza dua elə. Kubalı qardaşımız Rusiyada Hər kimdirsə yaşayan. bunu Rusiyadadır, ondan sonra qərbi ölkədə yaşayan oğlanın Allah canını sağ eləsin, cibini dolu eləsin. Allah başından töysün, min əvəzini versin. Bu bayramdakı hamını sevindirib, Allah da onu Sağ olun. sevindirsin. Allah Amin. Çok sağ olun, Allah sizə də kömək olsun. Canınız sağ Siz olsun. bir de beni öpeceğim Sağ olun. Emel'im. Siz ki beyazsız günde sevindirdiniz bizi. Sağ olun. Balalarımızı. Oy Allah sikimle. Şimdi bu mən də Sikimlerine tərəfimdən, değmesin. mən də siz öpümdən. He. Gözlere kurban. Gözlere kurban. Annem kara kişmiş falan. Allah razı olsun. Allah Sağ olun. kömək Allah razı olsun sizden. Çox sağ olun. Min razı Ən olsun. böyük yerə sabah, ən böyük yerə oruç tutmaq. Bugünkü bütün yorğunluğumu çıxartdınız. He, halan senin böyle kavandı. Estağfurullah. Elə söz Sen ki demə. beyazsız günde geldin. Yox bala, Eşitdin. ehtiyacı olan adamlara elə bir Hə, yerdən düşmək. bir yerdən gəlirimiz yox, bir yerdən pensiyansam valla işləmirəm. Pensiyanlıram, Alanda da nədir ki, nə verir? Oldu anam, sizə qurban olum, Allah köməyiniz olsun. Elə demir biz Sağ olun. Valla yardım verəcəm. Sizə heyvan zat kəsəndə qurban Oy, gətirəcəm. hə, verəcəm. qadına, ya da sadə. Anaların duasını qazanaq. İnşallah, Allah köməyin olsun. Nömrəm var sizdə, zəng Hə, oldu Xalan qızım. sizə Sağ ol, anam. Da ünvanı bilirəm. İstus Hə, ay qəsəbəsi. sağ ol. Bildim. Çox sağ ol. Sağ ol. Allah Sağ ol. sizdən razı Sağ ol. köməyin olsun. Sağ ol. Bax bu getdiyim ərzaq paketi Qubalı qardaşımız. Hə, Qubalı sağ olsun.
Allah ondan sağ olsun. Amin Allah. Kazancında bol eləsin, Qubalım da Allah canını sağ eləsin. Elə həmişə də bir əli bizim üstümüzdə olsun. Təşəkkür Bu ederim. kasıbların üstündə olsun. Var olasın. Hə, Var çox olasın. sağ ol. Nətər sənə tağım edir. Nərgis şey yox deyib də. Belə də ki, cəsarətənə yetişmə. Nərgis, 110 manatlıq ərzaq paketidir. Səbinə bacımız pulun göndərib. Allah canını sağ eləsin qardaş, bel yatırın qardaş. Deyirəm, duanı ilə tezlik. Allah canınızı sağ eləsin, Allah hər birinizin köməyinizdə olsun, bizim süfrəmizi bol ruzi ilə dolduran, qazanımızı qaynadan, ocağımızı yandıran, hər zaman bizlərə övladlarımızın qarnını doyduran qardaş bacılar, siz də Səbinə bacı, Allah ruzinizi bol eləsin. Amin. Allah hər birinizin köməyinizdə olsun. Bu günlərin bayramlarımız bir-birinə qarışıb. Hər birinizin Novruz və Ramazan bayramınız mübarək olsun. Neçə belə gözəl bayramlar keçirdəsin inşallah. Allah bütün xəstələrimizə şəfa versin. Sadiq qardaşın da əməliyyat pulunun yığılması üçün qardaş hər birinizə minnətdaram. Çox gözəl bir xəbər oldu. Allah hər birinizdən razı olsun. Sağ ol. Allah sağlığı sağ olasın. Allah ömrünüzü uzun eləsin. Hazır çayımız var. Sağ ol. Gəl, gəl, gəl. Saniyə gedir. Bəli. Aha. Axşamlıq xeyir. Anam kəndi, xoş gördük. Xoş günün olsun, yaxşıyıq. Allah köməyiniz olsun. Bacım Allah uşaqlar, yaxşısınız. var eləsin sizi. Bacılarım, qardaşlarım var olsun. Allah o qədər versin ki, yeri göğü xalq eləyən Allah. Yıxsın, yığışdırır. Allah Sən də var. Siz mənim Allah anam sən- uşaqlarsa, bacım uşaqlar var. Çünki Kəhli ana mənim Nə anam. cür desən, adam olur. Nətər verəcəksən? Yaxşısa, bu günlərin bayram şənliyinə getmişdi yağdıma. Aha. Oradan gəlir, biraz bana qalır. Qarabağa. Qarabağa, bəli. Portal açmışdı. Aparmışdı, sözünü getmişdi. Burada Maya xanım var, Şəhid anası, həm də mənim qoxum. Allah ömür versin, Elə Allah o sabır. çağırmışdı, Allah kömək olsun. Gəlir, mən onu çəkeyim. Anam şəhriyə. Anam şəhriyə səliqəsindən. Anam. Bəs. Yoxsa da özündə anam şəhriyə. bəli. Gəlir, mən onu. Oğlum, Sağ ol ana, sənin bu təmizliyin Allah haqqı halaldır. And olsun aləmlərdən. İndi gəlmişik yenə. Halalın Bunu halalı. ala verim sana. Bunu ağzına Nədir o anam şəhəri? Ben üşəd aparaq tapıya. Bunu orada getdim. Sinif yoldaşım var, onlar getmişdi. Elə mavi, mən də verim Bir bax, o sana. manqon qaş kodunu al. Artıq bunu əkəndə xeyli olur. Hiç aman. Başqa şey yoxdur ki. Yerimizdə. Xeyr, ben Üzəri üşəd. dolar, üzəri olmaz, bilirsən mi? Mən Ay, bilmirəm. üzəri yandıramıyorsun. Qadağan üzəri. Hə. Gəl, Sizə valla bax, sopalardan tutun verin. Ay, sənin sorpana. Hangisini verən istəyir? Bax, ördəklər, Quran haqqı tutun verin, aparsaq. Sən də çək. Bax, bunları çəkmədə dur. Nə fərq var getmişik? Bir dənə əlavə, bir dənə bu bedirədir. Gedirən oraya Bir yağış. dənə bu bedirəni Robolinkin üstünə qoy. Bu təzə texnologiyadır. Vallahi halaldır. Vicdan haqqı halaldır. Allah məqənim olsun. Yalan deyirəmsə halaldır. Allah eləməzsə sən istəməyən. Sağ ol Şəhli xanım. Nə yaxşı bu əziyyətimiz puç olmayıb. Bax. Çox evə getsən, adi bisikleta yox. Gələ, sizdə dururmu? Sizdə də yox. Bax, motor çərdə Anam, hər şey gözəldir. İbad, bağda da baxdım nəsə yenilik var. Hə, çiçəklə sonra. Görürəm. Onu qoysa İbad. Maxsus. 5 dəqiqəsin mən, işıqları bir dənə yandı. Arkaya qoyum da. Qoyun da arkaya qalxıyor. Çər Ha gələsin. bura yox, buranın kimi yandı, bura yanır. Biri yanır. Yanmır. Yanmır. Hazır yansın bunu. Ha. Bax, vaxtda super, əla. Çolu dədən yarıya qədər təmizləmişsiniz. Dibat, çolu dədən yarıya qədər təmizləmişsiniz. Hə, da təmizləyirik. O yerdə qalanı təmizlə dədə. Bunu da Dədən boynu başı şişir. Allah şəfa versin. neçə belə özüm gələcəm sizə bayram. Nə bu anam gəldi? Bunu Gəl, bunu bax, böyle kadrı götürün. Hepsi, ora bax, kameraya bax. Geçti. Sağ ol anam şəhlik. Səndən demişəm də yoxdur. Max bunu da qoy, hara qoysan qoy ora. Hə, Allah sizə ömür versin anam. Vaxtım olsaydı
bir çayını içərdim, bir Gəbərik. uzun metrajlı video çəkərdim. Vaxtım yoxdur. Ha bak gelsen gözüm üstte yerim. Allah ömür versin. Ben buna da bak gelmiş yere. Uzak sarmıştı arkamda. Gitmişti. Anam 110 manatlıq ərzaq paketi gətirmişəm. Səbinə bacımızın maddi dəstəyi ilə. Allah əvəzini versin. Allah Çiftleri dolu canları sağ olsun. Bayaq mən çəkilişdə deyirəm, pesok 2 kiloydu. Günlər bacı sonra səsimi eşitdi dedi qardaş, pesok 3 kiloqram, 2 deyil. Yəni 3-3'dür. Mən prosto orada səhv bildim. 2, 1, 4, 1. Ana şirin ağızla inşallah ki Allah Səbinə bacımıza da ömür versin, can sağlığı versin, qazancı həmişə bol olsun. Gelen ayaklarınız var olsun. Allah seni mənim üstümdən eksik eləməsin. Yeri göğü xalq eləyən Allah o qədər versin ki, bacılarıma yığıb yığışdı. Allah sənin ürəyinə Sağ görə ol, də verəcək. sağ ol. Səbinə bacıya da Allah ömür Allah versin. ömür Allah versin. ruzusun bol eləsin. Cibin dolu canın sağ eləsin. Allah ruzusun versin. Allah razı olsun. Allah Hoş gəldiniz. kömək olsun. Başdan Allah razı olsun. Allah Sən həmişə ənənəvi məqsud bir salamın olurdu, bir xanım izləyicimiz var idi. Adı bilmirəm, yadımdadır, yadımda deyil. Həmişə ona nə göndərirdin? Qoy özü tapsın. abi yanına çıxıb Baş hərfi sudur. Sağ olun. salam verdim. Hə, indi salam göndərsin. Salam abi deyə buradan salam göndərin. hamısını öpürəm, Öpürəm bacılarıma, hamısını. qardaşlarıma. Allah ömür. Allah qoysa evimizin nasıl sağ olacaq, o bilir. Cəsarətli. Hə, evimiz dedi ürəyim açdı, gördün sən. Orada pazar kalmışam, hazırdır. Sənin pazarkana qurdu kəsərəm Qurban anam. olarım. İnşallah açılışda başlasınız. Oldu. Salamat qalın. Özünüzə yaxşı baxın. Gələnmədim, mənim zürüsə. Dədəm boynu tükünlər. Allah Qardaşım da bir tərəfini getmək. Allah özü kömək olsun. Neçə belə illərə xeyirlə, gələ gəlirdim. Sizə hərdən. Ola bura çağırırlar valla. Belə. Davay şəhər git. Növbəti ünvan. Anam adınız nədir sizin? Günlar xanımın ailəsidir. Bizə bir neçə dəfə müraciət edibdi yardımla bağlı. Zəhmət olmasa gələrdiniz. Şəhərlərə get, hə. Deməli Günlar xanım sizə Qubalı qardaşımızın maddi köməyi ilə, dəstəyi ilə 45 manatlıq ərzaq paketi gətirmişik. Sağ olsunlar. Gətirən də, göndərən də Allah ruzilərin versin. Çörəklərin versin. Allah qorusun. Ay İşan, nə deyim? Allah köməklər olsun ki, bizləri yada salırlar. Təşəkkür edirəm. Sağ olun. Şirin ağızla Sağ inşallah. ol qadan Allah. Gözü. Bir yardım birbaşa. Of sanatdır. Əzan səsi altında. Telefon zənci. Bir saniyə dayan. Bir saniyə. Ya Allah özün ol kömək. Ya Rəbbim, ya Rəsulullah. Cəmi ey sanatları qəbul et öz dərgahında. Allah qəbul etsin. Cəmi dualarımızı. Salam, nə tərsin? Sələ, işığa tərəf get qadan alım. Allah köməyiniz olsun. Sağ olun, anam, sağ olun. Adınız nədir? Allah'ın oruçlu sahibini istəmişəm. Allah'ım sizə həmişə kömək dursun. Amin olun. Həmişə üstünüzə yar olsun qadanam. Siz ki bizi bu kas gündə, bu bayram gündəki sevindirsiniz. Allah həmişə səni sevindirsin. Teşekkür O ederim. balayın qoynunda qoyun yatsın. Bax elə deyirlər. Təşəkkür Yəni, edirəm. Uca olsun balan. O balana baxıb fəxr etsin həmişə. Təşəkkür. Allah kömək olsun, minnətdaram. Bütün yollanların Allah başından töysün. Hamısının qarşısına baş əyirəm. Amin, Hamısına amin. minnətdarım edirəm. Adınız nədir sizin? Billurə. Bilurə xanım, sizə 45 manatlıq ərzaq paketi Allah var gətirmişik. eləsin qadanam. Qubalı qardaş pulunu Sağ göndərib. olsun. Başından töysün Allah Teala. Allah Teala onu neyim necəyim eləməsin. Onu doğan anam əllərindən öpürəm. Elə Teşekkür bütün ederim. kömək duranların hamısını Şirin ağzına. sağ olun. Allah razı Sağ olun, olsun. var olun. Allah razı olsun. Sağ olun. Hörmətli izləyicilər, video çəkilişimizi yekunlaşdırdıq. Uca Allah cəmi qurbanlarımızı Amin qəbul etsin, ehsanatlarımızı qəbul etsin. Amin inşallah. Deməli bugün mənə oruç tutmaq qismət imiş. Bugün də oruç oldum demək olar ki. Allah Çünki qəbul nahar, etsin. hələ də nahar Necə belə etməmişəm. oruçda tutmaq qismət olsun. Saat 6, 7, 8-in yarısı. Allah qəbul eləsin inşallah. Sağ olun, var olun. Allah başından töysün. Hörmətli izləyicilər, sabahda yardımlarımız, birisi gündə yardımlarımız, birisi gündə yardımlarımız durmadan davam edəcəkdir. İnşallah bütün yardım göndərən, istər ərzaq üçün, istər hansısa xəstə üçün hamısı paylanacaq. Yəni pullar
bölünübdür. Elə pul var, ərzağa yönəltmişəm, elə pul var xəstələrə. Ərzaq sistemimiz, yəni ərzaq yardımlarımız qurtarandan sonra ümumi hesabat olunacaq. Yəni hesabatda kim ki məsələn 20 manat, 15 manat, 30 manat və yaxud 50 manat pul ki göndərib, o ərzaq şəklində verilməyibdir. Həmən pullar hansı kəslərə yönəldirilir? Məsələn, Cəsarətə, Sadiqə və yaxud başqa kəslərə, Əsli xalıya. Bunların hesabatı olunacaq və hesabatda görəcəksiniz ki, bəli, göndərdiyiniz 10 manat və yaxud daha başqa məbləğ ya Sadiqə, ya Cəsarətə, ya Əsli xalıya və ya başqasına Erşən qardaşınız yönəldibdir. Sağ olun, var olun, Allah bizi həmişə mehriban edin. Hamımızı qorusun. Təşəkkür. Sağ olun.